Kəlbəcərləri və bütün Azərbaycan xalqını təbrik edirəm. Kəlbəcərin işğaldan azad olunmasının 5-ci il dönümünü qeyd edirik və Kəlbəcərdən olan jurnalist Orxan Cabbarlı ilə danışacağıq. Hər vaxtınız xeyir, xoş gəlmisiniz. Hər vaxtınız xeyir olsun. Mən də salamlayıram. Təbrik edirəm sizi. Çox sağ olun. Hamımızın bütün göz aydın Kəlbəcərliləri gözümüz aydın olsun. 10 yaşa qədər orada yaşamısınız və istəyərik ki, elə həmənki xatirələri və daha sonraki o period var idi, bu 27 illik bir çətin bir period var idi. O haqqda qısa olaraq danışaq, daha sonra isə biz 2020-ci il və Böyük Qayıdış konsepsiyasından danışacağıq. Təşəkkür edirəm xanlar bəy. Kəlbəcər bölgəsi ilə bağlı danışmaq, Kəlbəcərlə bağlı danışmaq Kəlbəcərlər üçün uzun müddət bir həsrət idi, nisgil idi. Amma artıq biz Kəlbəcərin necə yenidən qurulmasından danışırıq. Əlbəttə. Kəlbəcərdə yenə o insanların ora qayıdışının şahidi oluruq. Bu bizi çox sevindirir, çox qürurlandırır. Buna görə biz başda Ali Baş Komandan olmaqla bütün ordumuzun hər bir əskərinə, zabitinə böyük minnətdarlığımız var. Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Biz hər dəfə Kəlbəcərə getdikcə bu torpaqların ümumiyyətlə işğaldan azad olmuş ərazilərə ayaq basdıqda bu torpaqların nə qədər çətinliklə azad olunduğunu bir daha görürük və uzun məsafələrdə gedəndə bəzən fikirləşirsən ki, bu yolları insanlar addım-addım ölüm təhlükəsi ilə necə gəliblər, necə azad ediblər, bu düşmən sipərləri necə dağıdıblar. O ərazilərə gedəndə mən düşünürəm ki, qələbənin dadı deyərdim də mən. Bəli. Yəni qələbənin dadını orada daha yaxşı duymuş oluruq və insanların bizə necə böyük bir Azərbaycan ordusunun necə böyük bir missiyanı həyata keçirərək dəyər qazandırdığını bir daha biz hiss edirik. Eynisi ilə Kəlbəcərdə. Kəlbəcərlər işğal dövründə 56 rayonun 700-ə qədər 707 yaşayış məntəqəsində məskunlaşmışdılar və Kəlbəcərlərə bu ərazilərdə yaşayan insanlar qucaq açmışdı. Çünki Kəlbəcər özünüz bilirsiniz ki, insanlar evlərində demək olar ki, lazım olan əşyaların heç nəyin götürə bilmədilər. Və birdən-birə gəlmisən, özdə nəzərə alsaq ki, Kəlbəcər insanları çox uşaqlı ailələr olur orada və bu qədər uşaqla düşmüsən Aran rayonudur və yaxud hansısa bir şəhərdir. Dağın havasını alan Aranda nəfəsi kəsilir. Yəni həm bu amil var sözsüz, həm də ki, bu insanlara dayaq, dəstək oldu və bu insanlara qucaq açıldı. Onlar ayaqda oldular, Gəncədə, Balakəndə, Şəkidə, Yevlaxda və s. Və bir müddətdən sonra artıq dövlətimizin də dəstəyi ilə çadır şəhərciklərinin ləğv olundu, yeni binalar inşa olundu və artıq Azərbaycan o iqtisadi inkişaf, nəticə etibarilə güc və yenidən o gücü ortaya qoymaq, o əraziləri geri qaytarmaq, bugün yenidən biz o ərazilərə qayıdırıq. Yəni görün nə qədər mürəkkəb bir həyatımız olub. Və proseslə gözümüzün qarşısında hamısı baş verir. Bəli, şahidi olmuşuq biz. Vaqonlarda yaşayan insanlar, yayın istisində çətinliklər çox görüldü. Amma bugün o çətinliklərdən danışmaq istəmirəm mən. Əlbəttə, bu gün Böyük Qayıdışdan danışaq. Yenidən qurmadan danışaq. Bunlar bizim üçün işğaldan azad olmuş ərazilərə fəaliyyətimizlə bağlı səfərlər eləyəndə biz görürük hər addımda iş gedir. Əlbəttə. Yəni bu qədər texnikanın işləməsi, bu qədər infrastruktur layihələrinin həyata keçirilməsi müharibədən çıxan ölkənin bu qədər işi öz gücünə həyata keçirilməsi eyni anda bu təsəvvürümüzə gətirə bilməyəcək səviyyədə böyük bir qüdrətdir və gücdür. Əlbəttə. Tunellərin inşa olunması, hava limanlarının, yəni Laçında bugün hava limanı var deyilməsi əslində yuxu kimi gəlir də insana. Füzulidə, Zəngilanda 3 hava limanı bu 5 il müddətində. Hələ bu boyda işlə dəmir yolları, xəttləri demirik ya. Yəni hələ hava limanının təkcə deyirik ki, yəni bu gücü qüdrəti biz hiss edirik. Eynisi ilə Kəlbəcərdə bu prosesdə davam edir. Kəlbəcər ərazisi çətin relyef şəraitidir. Orada yol inşa eləmək, infrastruktur layihələri həyata keçirmək artıq köçdə başlayıb. Bəli, digər ərazilərdən fərqlidir. Amma biz bunu şahidiyik. Bu gün Kəlbəcərə qaz gəlir. Bu gün Kəlbəcərə rahat yol var. İnsanları aparacaq. Bu gün Kəlbəcər artıq bir müddətdən sonra turistlərin qəbul eləyəcəyi isti su sanatoriyasında. Azərbaycanın İsveçrəsi. Bəli. Yəni bütün bunların hamısına sevinirik, qürurlanırıq. Biz Cənab Ali Baş Komandana minnətdarlığımızı bildiririk Kəlbəcərlər olaraq. Azərbaycan ordusuna minnətdarlığımızı bildiririk və sözsüz ki, burada şəhid olan insanların ruhuna həmişə
hörmət və ehtiramımızı Əlbəttə. ifadə edirik. Kəlbəcər bizim üçün fərqli məkandır. Kəlbəcərdə mən uşaqlığımı yaşamış biri kimi Kəlbəcər mənim uşaqlıq xatirələrimlə doludur. Bəlkə də mənim uşaqlıq yaddaşımda, o keçmişimlə bağlı nələrsə yadıma salanda ən çox xatirələrim Kəlbəcərlə bağlıdır. İndi orada çəkiliş eləyəndə Bəli. Aparırsınız, gedirsiniz, indi qonaqları kim getmək istəyir, o vaxtda hələ təzə-təzə o çətin dövrdə ora getmək, o biraz çətin olduğu dövrdə müraciət edən yəqin ki, çox olurdu. Mən də aparırıq. Əlbəttə, günü bu gün də var. Bu gün də. Bəli, arzusundayıq ki, indi yəqin ki, yaxın müddətdə artıq Kəlbəcərə də rahat bir şəkildə gedib gəliş imkanlarımız olacaq. Çünki etiraf eləyək ki, mina təhlükəsi ilə bağlı təhlükəsizlik məsələləri var. Yəni bütün bunlar tənzimlənir. Bu gün də Kəlbəcər bir çoxlarımızın indinin özündə də hər gün getmək istədiyimiz, hər gün getmək və orada məskunlaşıb orada qalmaq istədiyimiz məkandır. Orada ayağımızı yerə bərk basırıq da. Əlbəttə. O torpaqla yoğrulmuşuq biz. Bəzən sual verirlər ki, gedənlər, Kəlbəcəri görməyənlər, bu insanlar burada necə yaşayıb? İzah edirəm ki, insanlar burada o qədər xoşbəxt yaşayıblar ki, insanlar burada o qədər uzun ömür yaşayıblar ki, hətta misal üçün Əlif kişi var idi, bizim kənddə 156 il yaşamışdı. Onun şanına şeirlər də qoşulmuşdu ki, Əlif kişi 150-yə çatanda, yumurtaya sərras güllə atanda və siz təsəvvür eləyin, Əlif kişi 1-ci Dünya müharibəsini görmüşdü, 2-ci Dünya müharibəsini görmüşdü və onun çox maraqlı bir fikri var idi. O belə bir ifadə işlədirdi ki, həmişə burada özünüzü qorumağa çalışın. Evlərinizin içərisində müəyyən silah atmaq üçün yerlər qoyun ki, sabahlar sizə olan hücumların qarşısını ala biləsiniz. Bəlkə də adam nələrsə bilirdi. Adam 2 dünya müharibəsi görmüş adamdır. Görmüşdü, şahidi olmuşdu. Biz tariximizi gərək unutmayaq. Yəni ola biləcəklərlə bağlı biz gərək unutmayaq. Adam deyirdi ki, yəni sabah qonşularınız sizə tərəf güllə atanda sizin də güllə atmaq şansınız olsun. O da bilirdi kimi deyirdi. Artıq bunlar geridə qalıb. Biz sülhdən danışırıq, amma istənilən halda tariximizi unutmalı deyilik. Cənab prezident nətər deyirək? Bəli. Heç vaxt tariximizi unutmamalıyıq. Bəli, tariximizi unutmağımız bizim üçün sabahlara çox ağır nəticələrə gətirib çıxara bilər. Necə ki, ötən əsrdə Bəli. Bəli, bu gün biz Kəlbəcər ümumiyyətlə işğaldan azad olmuş ərazilərdə həm də bizim bu qədər inkişafa meylənmiş layihələrimiz həm də bir sipər rolunu oynayır. Həm də bir təhlükəsizlik məsələsidir. Bizim gücümüz eyni zamanda bu qüdrətimizi göstərməklə paralel aeroportların, hava limanlarının olması sabahları bizim o lazım olduğu halda təhlükəsizliyimizi təmin edə biləcək məkanlarımızdır. Əlbəttə beynəlxalq layihələrdə həm də Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası deməkdir. Əlbəttə. Bu da avtomatik olaraq dünya iqtisadiyyatına bir ziyanlı növbəti mərhələdə əgər hansısa bir olmaz cəhd, amma ağlarından biri keçsə belə. Artıq biz güclüyük. Əlbəttə. Artıq böyük arzuların arxasınca, böyük ümidlərin arxasınca bəlkə də kiçik görünən addımlar varsa da, amma hədəfimiz var. Və biz o yola bilirik ki, o olmaq istədiyimiz yerə çatacağıq. Çünki nələri arzuladıqsa reallaşdı. Yəni bu gün Xankəndidə bayrağımız dalğalanır. Bu gün bizi Xankəndidə dinləyirlər. Xocalıda dinləyirlər. Ruhlar şaddır. İnsanlar qürurludur. Artıq hər kəs qayıdıb öz doğma yurdunda, öz elində, öz obasında yaşamağın o arzusu ilə hər səhəri açır. Bu gün sabah gedəcəm. Bəli, bu gün sabah gedəcəm. Bəli. Yay aylarında, xüsusən indi qış aylarında biraz, yenə qış ayları olsa da bizim kənddə bu gün də insanlar var. Yəni Kəlbəcər rayon Ağca kəndində bu gün də insanlar var. Yəni davamlı olaraq hər kəs bəzən bir qruplarda WhatsApp üzərindən kəndin qrupları var. Bəli, şəkil göndərirlər, sabah kim kəndə gedir, artıq bir şəbəkələşmə. Artıq bu halları biz bu günləri yaşayırıq da biz. Yəni kəndə kim gedəcək? Kəndə kim gedir? Nəsə göndərmək istədiyim bir nəsə var. Yəni bütün bunların hamısı yay vaxtı bizim kənddə 120 ev var. Yay vaxtı bu il mən gedəndə 80-ə qədər evin qarşısında mən alaçıq saydım. Yəni insanlar bu yerə çox bağlıdırlar. Çətin şərait dediyimiz, qışı sərtdir, misal üçün relyef çətindir, gediş-gəliş. Amma vətəndir, yurtdur. Arzu ilə yaşamışıq. Kaş o soyuqda orada o yorğansız qalardıq. Əlbəttə. Yəni xanlar bəy, ümumiyyətlə biz belə deyək də bu torpaqların işğaldan azad olunması
bizim üçün sanki elə bil gələcəklə bağlı planlarımızı tamam dəyişdi. Sərtləşdirdi, qətiyyətlə. Yəni biz artıq gedəcəyimiz, qayıdacağımız yerimiz oradır. Hə. Çünki şəhər mühitində yaşayan, digər ərazilərdə məskunlaşanlar oranı özlərinə nə qədər də olsa vətən hesab eləmir də. Yəni Azərbaycan hamımızın vətənidir. Amma doğulduğun yer, doğulduğun kənd, o çıxdığın yerdə. bəli, o ərazilər hamısı bizi özünə çəkir. Belə bir deyim var ki, insan birinci doğulanda ciyərinə hansı yerdə havanı çəkibsə, ora onu çəkir. Sona qədər çəkir. Və indi Kəlbəcər də bizi çəkir. Burnumuzun ucu göynədir də, belə səmimi ifadə eləyəsi olsaq neçə illər. Həsrətlə yaşadıq, ağrı acılar oldu, şəhidlərimiz oldu, itkinlərimiz oldu. Amma sonu yenə də pozitiv oldu, qürurlu oldu, sevincli oldu. Əlbəttə. Yəni buna görə biz Kəlbəcərlilər bir daha Kəlbəcərə qayıdıb Kəlbəcərdən də digər bölgələrdə bizə qucaq açanlara həmişə minnətdarlığımızı unutmayacağıq, ifadə edəcəyik və bütün Azərbaycan bu gün hər kəs Kəlbəcərə, Laçına, Şuşaya getmək arzusundadır, gedir, gəlir, səfərlər edir. Kəlbəcərdə evlərimizi böyük tikməliyik. Qonaqlarımız çox olacaq. Otaqları çox eləməliyik. Bəli, çox olacaq. Çünki Kəlbəcər hər kəsin getmək istədiyi yerdir. Hamının vətənidir. Bəli. Nəinki Kəlbəcər, bütövlükdə Azərbaycan o qədər fərqli, o qədər rəngarəng. Mən coğrafiyaçıyam və hər addım, hər bölgə, hər məkan, o dəyişən təbiət, fərqlilik bizim diqqətimizi çəkir. Bizi fərqli belə deyək də auraya salmış olur. Misal üçün siz təsəvvür eləyin, dəniz sahili ərazidən yarım səhra, çöl, meşə, subalp, alp, nival, subnival. Görün nə qədər landşaft dəyişmiş olur. Amma başqa ölkələrdə bunu siz 1000 kilometrlərlə hərəkət eləməlisiniz ki, bu rəngarəngliyi görə biləsiniz. Bax Kəlbəcər də o rəngarəngliyin bariz nümunəsidir. Həm təbii sərvət baxımından, həm təbii ehtiyatlar baxımından, landşaft baxımından, balyoloji xüsusiyyət, turizm və s. və ilaxır. Ona görə bir daha gözümüz aydın olsun. Gözümüz aydın. Kəlbəcərdə görüşənədək İnşallah orada gözləyəcəyik. Çox sağ olun, dəvət üçün təşəkkür edirik. Var olun, minnətdaram. Və mən də Kəlbəcərliləri, bütün Kəlbəcərdən olan bizim dostlarımızı, yoldaşlarımızı, bütün Azərbaycan xalqını, Azərbaycandan kənarda yaşayan azərbaycanlıları hamısını təbrik edirəm. Çünki 44 günlük Vətən müharibəsi bizim milli kimliyimizi, yəni şərəfimizi, ləyaqətimizi geri qaytardı. Allah var eləsin, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah Ali Baş Komandanımızı qorusun. Allah Azərbaycan xalqını qorusun. Təşəkkür edirəm. Və Gündəm Qarabağ verilişi bununla da yekunlaşır. Siz isə bizi dinləməkdə, izləməkdə davam edin. Sağ olun, salamat qalın.